Salam, hər vaxt xeyir olsun dəyərli izləyicilər. 12 iyul 2026-cı il tarixində birinci qruplar üçün keçirilən şans imtahanının 26-30-cu sualları izah edəcəm. Qeyd edim ki, 1-dən 25-ə qədər suallar əvvəlki videoda göstərilmişdir. Davam edək 26-cı sualına. 26-cı sualda demək A bərabərdir 5 üstü x bərabərdir loqaritma 5 əsasdan 3 üstə gəlsin 2 loqaritma 5 əsasdan 4. 2 loqaritma 5 əsasdan 4'ü biz loqaritma 5 əsasdan 4'ün kvadratı yəni 16 yaza bilərik. Bunda əsaslar eyni olduğuna görə toplamada vurulacaq. Loqaritma 5 əsasdan 48 olacaq. A-nın qiymətini istəyir. Biz gətirib x-in qiymətini A-nın burada yerinə yazsaq. Loqaritma 5 əsasdan 48. Buradan 5'ləri geçsək qalacaq elə cavab 48. 27-ci suala baxaq. 27-ci sualda demək bizə uyğunluq verib. X kvadratı minus ax plus 9 böyükdür 0. Deyir, burada A-nı bizdən istəyir. Demək x kvadratı minus ax plus 9. Bunun kvadrat funksiyada x kvadratın əmsalı müsbətdirsə, diskriminant mənfi olan halda bu həmişə müsbət olacaq. Onda b kvadratı yəni a kvadratı minus 36 kiçik 0, a minus 6, a plus 6. Yəni mənfi 6, 6 aralığında bu həmişə müsbət olacaq. Yəni həmişə 50 olacaq. Demək 1'ə d uyğun olur. Digər tərəfdən burada a-nın yerinə 6'ını da yazaq. Görək 6 olanda nə olur? 6 yazanda x kvadrat çıxı 6, x üstə gəl 9. Yəni x müsün kvadratı olur. Böyükdür 0. Bu da 3'dən başqa həmişə dönür. Çünki 3 olanda 0 yer bərabər olunur. Demək 3'dən başqa hər şey b-də uyğun olur. Demək 1'ə d ilə b. 2'də kiçik bərabərdir. Burada a-nın yerinə 6 yazsaq, yəni kiçikdə burada həmişə sözü keçməyəcək. Çünki parabolanın təsəvvürün qollar yuxarıdır, aşağıda yerləşir. Yəni bu mümkün deyil də. Burada a-nın yerinə 6 qiymətin konkret qoyacaq, olacaq x müsün kvadratı. Kiçik bərabər 0. Burada yalnız və yalnız 3 ödəyəcək. Çünki kvadrat 0-dan kiçik yox, bərabər ola bilir təkcə. X bərabərdir 3. Demək a 6 olanda həlli təkcə 3'dür. Demək 2'yə a uyğun olacaq. 2'yə a. 3'ə burada da eyni qayda ilə 6'nı yazsaq x minus 3'ün kvadratı olacaq. Kiçikdir 0. Burada da boş çoxluq. Yəni a 6 olanda bunun həlli olmayacaq ümumiyyətlə. Çünki kvadrat 0'dan kiçik ola bilməz. 3'ə də c olacaq. Burada demək a-nı işlətdi, b, c, d, bir dənə y qaldı. 6 olduqda həlli sonsuz yox. Burada x kvadrat ax plus 9 böyük bərabər 0 olsaydı bu y variantda uyğun olardı. Demək 1'ə b-də, 2'ə a, 3'ə c olacaq. 28-ci suala baxırıq. 28. Demək hündürlüyü 8, radiusu 3 olan silindir formalı taxta tirdən. Demək silindir formalı taxta tirdən neysə, demək silindir formalı taxta tirdən oturacağı silindir oturacağı ilə eyni, hündürlük isə hündürlüyün yarısına bərabər olan. Silindirin hündürlüyün yarısına. Demək oturacaq eynidir, hündürlük də yarıdır. Konus ovulub çıxarılmışdır. Konusun çıxarılmasından sonra alınan cismin səthinin sahəsini hesablayın. Demək burada nədir? Səthinin sahəsi hündürlüyü 8'dir, onda bura 4 olacaq. Hündürlük 8'dir, oturacağın radiusu da 3'dür. Gəlin belə eləyək. Onda silindirin tam səthinin sahəsini tapaq. 2πr r plus h. Yəni 2πr, 2 vurulsun, pi vurulsun 3. Bir də 3 plus h-daki 8. Bu eləyəcək 11 vur 6. 66 pi tam səthinin sahəsi. Buradan oturacağın bu ovulan hissəni, yəni oturacağın birini çıxıram. Qalır yan və yuxarı hissə. Yəni pi r kvadratını çıxıram. Pi r kvadratı, 3'ün kvadratı. 9 pi'ni çıxsam 66 pi çıx 9 pi. Bu da 57 pi eləyəcək. 57 pi yəni bu konussuz. İndi bir dənə qaldı burada konusun yan səthinin sahəsi. Konusun da yan səthinin sahəsi pi r-dir. Burada l lazımdır. 3, 4, Pifagora görə bura 5 olur. Pi vurulsun, r yenə 3'dür, l də 5'dir. 15 pi'ni də əlavə üzərinə əlavə edəcək.
Demək 57 pi üstə gəlsin 15 pi. Bu da bizə verəcək 72 pi. Demək bu olacaq ovulandan sonra tam səthinin sahəsi. Növbəti 29-cu suala baxırıq. 29-cu sualda demək A plus B üstü n binomunun açılışındakı binomial əmsallardan, binomial əmsallar burada n plus 1 dənədir. Çünki bu açılanda kombinezon n-dən 0-dan başlayır, kombinezon n-dən n-ə qədər. Əmsallardan deyir, x-i təsadüfən seçilir. Seçilmiş hər iki binomial əmsalın vahiddən fərqli. Vahid bir əvvəldə olur, bir də axırda olur. N-dən 0-dan n-dən 1 olur binomial əmsallar. Yəni, n minus 1 dənəsi vahiddən fərqlidir. Deyir ki, seçilmiş hər iki binomial əmsalın vahiddən fərqli olması ehtimalı. Onda kombinezon n plus 1-dən 2 hər ikisinin vahiddən fərqli n minus 1-dən 2 bərabərdir 10-da 4-ə. İşte bunu həll edəcək. Bu da eləyəcək necə? n minus 1 faktorial bölünsün n minus 3 faktorial vurulsun 2 faktorial. N plus 1 faktorial bölünsün n minus 1 faktorial vurulsun 2 faktorial. 2 faktorialları attım. Bərabərdir 10-da 4, yəni 5-dir 2. n minus 1 faktorialla n minus 3 faktorial gedir. Qalır n minus 2, n minus 1. n plus 1 faktorial, n minus 1 faktorial gedir. Qalır n plus 1. Demək, yuxarıda qaldı n minus 2, n minus 1. Aşağıda qaldı n plus 1. Bərabərdir 5-də 2-yə. Bunu həll edəcək. Yuxarını da aşağını da açaraq n kvadratı çıx 2n çıx n o deyəcək 3n plus 2. Məxrəcdə də n kvadratı üstəgəl n bərabərdir 5-də 2-yə. Çarpaz vururam 5n kvadratı üstəgəl çıxılsın 15n üstəgəl 10 bərabərdir 2n kvadratı üstəgəl 2n. 3n kvadratı çıx 17n üstəgəlsin 10 bərabərdir 0. Bunun da kökləri 3 10-un 30, 15, 2, 15. 3-də 2 ilə 5 imiş. 3-də 2 ilə 5. N burada 3-də 2 olan bilməz say. N olacaq 5 demək. Doğru cavab 5. Və sonuncu 30-cu suala baxırıq. Bizə deyir ABC üçbucağında C 90 dərəcədir. Demək C 90 dərəcədir. CD isə hipotenuza çəkilən hündürlükdür. İsbat edin ki, S üçbucaq ACD bölünsün S üçbucaq BCD. AC-nin kvadratı bölünsün BC-nin kvadratıdır. Bunun tərəflərini adlandırıram. Məsələn, buranı A adlandırıram. Sahədə istifadə olunur. Buranı B adlandırıram. Buranı da bir H adlandırıram. Buna alfa, buna 90 münsafə yazıram. 90 dərəcədirsə, onda burada alfa olacaq. Alfası burada 90 münsafə olacaq. Burada bu rənglədiyim üçbucağın sahəsi, yəni S üçbucaq ACD bərabərdir 2-də 1 AH sinüs alfa. Burada bu iki tərəf arasında bucağın sinüsünə görə. S üçbucaq BCD isə 2-də 1 BH sinüs 90 münsafə. 90-dan bucaq çıxanda birinci rübdə ad dəyişir kosinüs olur. Kosinüs. Nisbətin yazıram. Bizə bunların nisbətin deyir. Yəni 2-də 1 AH sinüs alfanın 2-də 1 BH sinüs kosinüs alfaya nisbəti bunun bizə buna bərabər olduğunu isbat eləməyimizi istəyir. Görə bu bizə nə verir? H-lar gedir. Olur A bölünsün B bərabərdir A bölünsün B vurulsun beta yox, daha doğrusu alfa. Vurulsun sinüs alfanı kosinüs alfaya böləndə tangens alfa eləyir. İndi uşaqlar biz bilirik ki, düzbucaqlı üçbucaqda qarşı katetin bitişik katetin həm bucağın tangesini verir. Yəni digər tərəfdən də tangens alfanın A bölünsün B olduğunu bilirik. Gətirib tangens alfanın yerinə də A bölünsün B-ni yazsaq, onda elə bu bizə verəcək A kvadratı bölünsün B kvadratı. Biz A hara yazmışdıq? A-nı yazmışdıq AC-yə, yəni AC-nin kvadratı, B-ni də yazmışdıq BC-yə, bölünsün BC-nin kvadratına. O da bizdən istəyirdi ki, AC kvadratı BC kvadratı olsun. Demək, ispat olundu. Sağ olun, dəyərli izləyicilər, izlədiyiniz üçün təşəkkürlər.